Salam sabahınız xeyirli uğurlu olsun. Gününüz uğurlu olsun inşallah. Mən Əlcan atasıyam. Əlcan 10 ildən sonra dünyaya gəlib. Doğuşdan 3 gün sonra beyninə qan sızıb. 15 gün komada yatıb. Evimizin tək övladıdır. Mən də, ailəm də, yəni yoldaşım da süpürgəçi işləyirik. Evimiz olub satmışıq, evimizi Əlcan müalicəsi üçün. Mənim satması nə varsa hər şey satmışıq. Hal-hazırda Əlcanın 5 yaşı var. Gündəlik 30 manat civarında mağazin sayılır. Çatdıra bilmirəm. Kirada yaşayıram. Borcum xərcim hədsiz çoxdur. Çatdıra bilmirəm gündəlik yeməklərini. Sizdən artıq dərəcədə xahiş edirəm. Allah rızasına.